He don't like coffee. Əgər sən də bu cümləni bu tərzdə işlədirsənsə, bu videoya baxmanı məsləhət görərdim. Bugün səninlə bərabər Common Grammar Mistakes, ingilis dilində olan ümumi qrammatik səhvlər və onların düzgün versiyasından danışacağıq. Birinci, he don't like coffee yanlışdır. Onun düz versiyası he doesn't like coffee olmalıdır. İkinci, I can't swim yanlışdır. Bunun əvəzinə I can swim olmalıdır. Can və digər bəzi modal feillərlə to hissəciyi işlədilməz. Üçüncü, he is more taller than me. Bu yanlış cümlədir. Bunun əvəzinə sən he is taller than me deməlisən. Əgər bir cümlədə müqayisə dərəcəsi bildirən er hissəciyi varsa, mora artıq ehtiyac yoxdur. Dördüncü, I have 25 years yanlışdır. Bunun əvəzinə sən I am 25 years deməlisən. Yaş haqqında danışdıqda to be işlətmək lazımdır. Did you went there? Yanlış. Did you go there? Doğrudur. Əgər siz did köməkçi feili ilə sual verirsinizsə, feil əvvəlki halında işlədilməlidir. I am living in Baku since 2025. Yanlışdır. I have been living in Baku in 2025 doğrudur. Əgər siz cümlədə since-ni istifadə edirsinizsə, mütləq şəkildə cümlə bitmiş zamanda olmalıdır. I don't want nothing. Yanlış. I don't want anything doğrudur. Bir cümlədə ingilis dilində eyni zamanda iki inkar işlətmək olmaz. That's all, bugünlük bu qədər. Əgər sizin də cümlə qurarkən qrammatika ilə bağlı problemləriniz varsa, bizim dərslərə qoşulmağı unutmayın.